Verilişimizin bu dəfəki qonağı yol hərəkəti təhlükəsizliyi üzrə mütəxəssis Elşən Nəcəfovdur. Salam Elşən müəllim. Salam, sizlərə salamlayıram, tamaşaçılarımızı salamlayıram. Buyurun. Biz adətən sürücü-piyada münasibətlərindən danışırıq verilişlərimizdə. Bu dəfə fərqli olaraq Dövlət Yol Polisi əməkdaşlarının sürücülərlə olan münasibəti haqqında istəyirik danışaq. Sizə ilk sualım belə olacaq ki, hərəkət zamanı hansı hallarda avtomobillər saxlanıla bilər? Sualınıza uyğun olaraq onu bildirim ki, ümumiyyətlə Dövlət Polis əməkdaşlarının hərəkətləri, onların xidmətləri yol hərəkətinin təşkilinə, yol hərəkətinin təhlükəsizliyinə xidmət edir. Yəni, yol hərəkətinin təhlükəsiz həyata keçirilməsi üçün onlar xidmət aparırlar. Sürücülərin yollarda saxlanılması müxtəlif səbəblərdən ola bilər. Bunlar hər hansı bir qayda pozulması zamanı Dövlət Polis əməkdaşı onu dayandıra bilər və ya yolda öndə olan, yəni sürücünün biraz əvvəldə görəcəyi müəyyən təhlükələr haqqında məlumat verilə bilər və s. Belə çox sadalama olar. Dövlət Polisinin əməkdaşı, dediyim kimi, bir neçə halda sürücünü saxlaya bilər. Onlardan biri də onun vizual şəkildə, yəni Dövlət Yol Polisi əməkdaşı görür ki, sürücü yol hərəkəti qaydalarını pozur, bu barədə saxlayıb müvafiq tədbirlər görülməlidir. Belə olduğu halda dayandıra bilər. Postlarda, hansı ki, stasionar postlardır, bunlarda sənədləri yoxlamaq məqsədi ilə, yəni heç bir qayda pozuntusu yoxdur, sadəcə sənəd yoxlamaq məqsədi ilə dayandıra bilər. Bundan əlavə radio cihazlar vasitəsilə ona məlumat çatdırıldıqda, hər hansı bir nəqliyyat vasitəsi sürücünün hərəkətdə tapıb dayandırmaq məlumatı tapşırığı gələndə. Yəni, hər hansı bir nəqliyyat vasitəsi axtarışdadır və ya hər hansı bir nəqliyyat vasitəsində sürücü və ya sərnişin cinayətçidir, bu axtarılır və s. Belə olduğu hallarda həmin nəqliyyat vasitəsi dayandırılır və qalan xidməti qaydalara uyğun olaraq proses davam etdirilir. Bəli, dediniz, bu məsələlər çox sürücülər tərəfindən bəzən yanlış anlaşıla bilir. Çünki burada incə məqamlar var. Saxlanılması dediyiniz kimi hansı hallarda saxlanılır. Adətən sürücülər bunları bəzən yaxşı bilmədiyi üçün bəzi mübahisələr ortaya çıxır. Bunların hamısı qanunla tənzimlənir əlbəttə. Əlbəttə. Burada gediş, gəlir, elə heç bir məsələ yoxdur. Dövlət Yol Polisinin əməkdaşı heç bir qayda pozmayan və yaxud həmin Dövlət Yol Polisi əməkdaşına radio cihaz vasitəsilə hər hansı bir tapşırıq gəlməyibsə, qalan heç bir sürücüləri saxlamır. Və yaxud da bir daha deyirəm ki, biz Dövlət Polisi əməkdaşının sürücünü saxlamağı böyük gəlir bir çətin məsələ deyil. O baxımdan ki, saxlayırsa, deməli burada bir səbəb olmalıdır. Bayaq bir daha deyirəm, yol hərəkəti qaydalarını pozub, hər hansı bir buna tapşırıq gəlib və yaxud da ola bilsin ki, irəlidə yolda hər hansı bir təhlükə var, Dövlət Yol Polisi əməkdaşı bunu bilir, yolda hərəkətin təşkili üçün durub və sürücüləri saxlayıb, irəlidə təhlükə olması haqqında məlumat verir. Bax, fərqli vəziyyətlərdir bunlar və hamısı da yol hərəkətinin təşkilinə və təhlükəsinə xidmət edir.